Salam, hər vaxtınız xeyir olsun. Bugün Güvən nəşriyyatının müəllimlər üçün keçirdiyi sınağın izahına baxaq. Birinci sual. Ağciyər kötüyü. Biz bilirik ki, ağciyər kötüyündə venoz qan olur. Ağciyər kapilyarlarında venoz qan təbii ki, yavaş-yavaş çevrilir arterial qana. Ağciyər venalarında isə tərtəmiz arterial qan olmuş olur. İnsanın kiçik qan dövranına aid verilmiş damarlardakı axan qanda oksigen qatılığının dəyişməsi qrafikini müəyyən edin. Bilirik ki, oksigenin miqdarı 1-dən 3-cüyə doğru get-gedə artacaq. Ona görə minimum səviyyədən götürürük, maksimum səviyyəyə doğru qaldırmış olacağıq. Baxın, birinci aşağı səviyyədədir oksigen, sonra ağciyər kapilyarlarında oksidləşmə prosesi getmiş olur, qazlar mübadiləsi getmiş olur. Ondan sonra da ki, ağciyər venalarında artıq stabil vəziyyətdə qalmış olacaq. Cümləni düzgün tamamlayın. İnsan askaridi və uşaq biz quyruğundan fərqli olaraq exnokok. Biz bilirik ki, insan askaridi, uşaq biz quyruğu sap qurtlar tipinə aiddir. Bunlar ayrı cinslidirlər. Exnokok isə yassı qurtlar tipinin nümayəndəsidir və bunlar hermafrodit quruluşa malikdirlər. Ona görə də insan askaridi və uşaq biz quyruğundan fərqli olaraq exnokok hermafrodit quruluşa malikdirlər. Üçüncü, insanın embrional inkişafının hansı mərhələsi və ya mərhələləri uşaqlıq borusunda başlayır? Biz bilirik ki, başlanğıc dövr uşaqlıq borusunda başlayır. Çünki yumurta hüceyrənin tam yetişməsi uşaqlıq borusunda olur. Spermatozoidlə mayalanması burada gedir və zigot əmələ gəlir. Orada rüşeyimin əmələ gəlməsi prosesi də burada getmiş olur. Başlanğıc dövr ümumilikdə 6-7 gündür. Bunun 4-5 günü sırf olaraq uşaqlıq borusunda getmiş olur. 2 günü isə uşaqlıqda keçmiş olur. Amma uşaqlıq dövrü və döl dövrü sırf olaraq başlayır uşaqlıqda. Ona görə yalnız bir B variantı olacaq. Dördüncü suala baxırıq. Çöl göyərçinin skeletinə aid verilən sümük birləşmələrdən hansıları evitində də olur? Baxırıq ki, bud sümüyü çanağa birləşmişdir. Doğrudur. Çöl göyərçində də rast gəlinir və ev itində də rast gəlinir. Pəncə lüləsi ümumiyyətlə quşlara aiddir. Yəni itdə rast gəlinmir. Qabırğa döş fəqərələri. Ümumiyyətlə qabırğası olan canlılarda qabırğa döş fəqərəsindən çıxmış olacaq. Bir tək qurbağada misal göstərə bilərik ki, o ön ətrafın qurşaq hissəsinə aiddir. Körpücük sümüyü, qarğa sümüyü. Bu aid olmayacaq, çünki ümumiyyətlə körpücük sümüyü bilirsiniz ki, rast gəlinmir. Birincisi, biri düzdür, 3 düzdür, 4 səhvdir. Kürək sümüyü, bazı sümüyü. Bu fikir də doğrudur. Qarğa sümüyü döş sümüyünə. Biz bilirik ki, ümumiyyətlə ev itinin ön ətraf qurşağında bir cüt kürək sümükləri var. Nə qarğa, nə də ki, körpücük sümüyü yoxdur. Ona görə 6-cı sualda yanlışdır. Cavabımız A variantı olar. Nə üçün insanda hələ ki, neyronların, aksonları boz maddənin əmələ gəlməsində iştirak etmir? Biz bilirik ki, ümumiyyətlə hələ ki, neyronlarda, hissi neyronlarda onların aksonlarının üzəri miyelin qatı ilə örtülmüşdür ki, miyelin qatı da onların ağ maddənin əmələ gəlməsində iştirak etmiş olur. Ona görə cavabımız C variantı. Sinir sistemində neyronların uzun çıxıntıları adətən miyelin qatı ilə örtüldüyü üçün. Cədvələ əsasən X plus Y cəmini tapın. Şirin su idrasının əlverişsiz mühitdə qamçıya malik hüceyrə müxtəlifliyi sayı. Əlverişsiz mühitdə biz bilirik ki, şirin su idrası cinsi yolla çoxalmış olur və onun ektoderma qatında cinsiyyət hüceyrələrdə yaranır ki, cinsiyyət hüceyrələrdən spermatozoid ektodermada qamçılıdır. Endodermada isə qamçılı həzm hüceyrələri qamçıya malik olmuş olur. Ona görə də X-ımız 2 olacaq. Və əlverişli mühitdə xarici qatında hüceyrə müxtəlifliyi sayı əlverişli mühit dedikdə hüceyrə müxtəlifliyi xaricdə 4 ədəd olur. Hansı ki, dəri əzələ, dalayıcı, sinir və aralıq hüceyrələrdən təşkil olunmuşdur. Ona görə də 2-nin üstünə 4 gəldikdə cavabımız 6 edər. Hüceyrənin oksigensiz qalması zamanı ilk olaraq hansı orqanoidin fəaliyyəti pozulur? Təbii ki, mitoxondrinin fəaliyyəti pozulacaq. Sxemdə K, X, Y və Z hərfləri ilə müxtəlif sistematik kateqoriyalar göstərilibdir. Sxema əsasən düzgün olmayan fikri göstərin. K mikrotəkamüllə əmələ gələn kateqoriya ola bilər. Biz bilirik ki, adaptasiyada növ, cins və fəsilə kimi taksonomik vahidlər əmələ gəlmiş olur. Doğrudan da K-ya plus qoyub, növ mikrotəkamülə, digərləri isə makrotəkamülə aiddir ki, cinsdən üzü yuxarı aləmə qədər cins, fəsilə, dəstə, sinif, tip, aləm hamısı makrotəkamülə aiddir. K mikrotəkamüllə əmələ gələn kateqoriya ola bilər fikri doğrudur.
X makrotəkamüllə əmələ gələn kateqoriya ola bilər. Məsəl üçün, fəsilədən üzü yuxarı. Burada sinif ola bilər, sonra aləm ola bilər. Bilirsiniz ki, o da makrotəkamülə aiddir. Amma bu idadaptasiya yolu ilə əmələ gəlmir axı. Artıq aramorfoza gedib çıxmış olur. Ona görə X yəni mənfi olması doğrudur. Y makrotəkamüllə əmələ gələn kateqoriya ola bilməz. Niyə olmasın ki? Dediyimiz kimi cins fəsilə olsa ola bilər. Ona görə səhv cavab C-dir. Z növ ola bilər. Növ ola bilər. Bayaq dediyimiz kimi növ idadaptasiya yolu ilə əmələ gəlir, mikrotəkamülə aiddir. Bu fikir də doğrudur. K həm bitki, həm də heyvan sistematikasında istifadə edilən kateqoriya ola bilər. Bəli, bu fikir də doğrudur. Çünki biz bilirik ki, elə növdə, cinsdə, fəsilədə həm bitkilərdə, həm də heyvan kateqoriyalarında istifadə edilmiş olacaq. Sual işarəsinin yerinə nə yazılmalıdır? Daxili orqandır, əzələlərin işi iradidir. Təbii ki, dilimiz hal-hazırda danışıram və iradi olaraq, yəni dil hərəkət etmiş olur və doğrudan da dildir, dişdir. Bunlar hamısı daxili orqanlara aiddir. Şəkildə bilirik ki, erkək quş, daha doğrusu dişi quş mamırı göstərilmişdir. Burada erkək quş mamırı yoxdur. Çünki baxırsınız ki, hər ikisində ayaqcıq və qutucuqdan təşkil olunmuşdur. Ayaqcıq, qutucuq varsa, bu dişi quş mamırından söhbət getmiş olur. Şəkildəki bitkilərin fərdi inkişafında qamçılı qametlər erkək aiddir. Yəni dişi yox, erkəyə aiddir. Əmələ gətirdiyini demək olarmı? Olmaz təbii ki, olmaz. Çünki bu bitkilər dişi bitkilərdir. Yəni cavab birbaşa çıxır. Törədiciləri bir hüceyrəli heyvanlar olan xəstəliklərdir. Heyvan deyirsə, vərəmə görə anı silərik, vərəmə görə beyni də silərik. Teniyarinxoz bir hüceyrəli deyil, çox hüceyrəli öküz soliterinin xəstəliyi olduğuna görə silərik. Burada da vərəmə görə silmiş olaraq. Yuxu xəstəliyi, tripanosom və malyariya xəstəliyinə görə, yəni törədicilər sırf bir hüceyrəli heyvanlardır. Y variantı. İnsanın normal ontogenezi dövründə sayı azalır. Biz bilirik ki, ürək kameralarının sayı əvvəlcə 2 kameralı olur, sonra 4 kameraya artmış olur. Ona görə 1 olmaz. 1 variantlarımız getdi. Süd vəzlərinin sayı əvvəl çox olur, sonra isə sayı azalır. 2 olmayan variant D-ni çıxarıq. 2 düzdür. Fəqərələrin sayı bəli, əvvəl çox olur, quyruq fəqərələri sonradan yavaş-yavaş reduksiyaya uğramış olur. 3 olmayan variantı silərik. Cavabımız 12-də Y variantı olar. Yəni ki, 2 və 3. Bir nüvəli somatik heyvan hüceyrəsində mitozun anafaza mərhələsinin sonunda xromosom sayı, biz bilirik ki, mitozun anafazada 4N xromosom, 4C xromatid, 4D isə DNT sayı olmuş olur ki, DNT molekulunun sayı 4D olur. DNT zəncirinin sayı isə 8D olacaq. İndi bizə deyir ki, xromosomun sayını A, xromatid sayını B, DNT zəncirlərinin sayını isə C-dir. Bu canlının yumurta hüceyrəsindəki xromosom sayı D-dir. Yumurta hüceyrədə biz bilirik ki, xromosom sayı haploid sayıya bərabərdir. Və əgər biz xromosom sayını 4x, xromatid sayını 4x və DNT zənciri sayını 8x ilə götürsək, 16x bərabərdir. 384-ə bərabər olacaq buradan, çünki cəmi 384-ə bərabərdir. X-i tapsaq, yəni ki 16-ya böldükdə 2 dəfə 32 edər. Yerdə 64 qalır. 64 də 16-nın içində 4 dəfə. 16 daha doğrusu 64-ün içində 4 dəfə olacaq. Yəni X-imiz 24-ə bərabərdir. Bizdən də yumurta hüceyrəsinin xromosom sayını istəyir. O da haploid sayıya bərabər olduğuna görə elə cavabımız C variantı olacaq. 14-cü sual. Cədvələ əsasən X, Y və Z-i müəyyən edin. Baxırıq ki, ürək kameralarının sayı 2-dir, tənəffüs orqanı qəlsəmədir, mayalanma xaricidir. Təbii ki, burada balıqdan söhbət gedir. Ürək kameralarının sayı 3-dür, tənəffüs orqanı ağciyərdir, mayalanma isə daxilidir. Ürək kameralarının sayı 3-dürsə və tənəffüs orqanı ağciyər, mayalanma daxilidirsə, söhbət sürünənlərdən gedəcək. Suda quruda yaşayan olmaz, çünki onlarda mayalanma xaricdə gedir. Amma tənəffüs orqanı ağciyər və dəri, ürək kameraları 3-dür. Y ona görə sürünən götürərik. Ürək kameralarının sayı 4, tənəffüs orqanı ağciyər, mayalanma daxilidir. Timsah da gedər, quş da gedər, məməli də gedər. Buna əsasən gəlin cavabı seçək. Birinci variantda
balıq seçərik, çəki. İkinci variantda sürünən kərtənkələ, üçüncüdə isə dediyimiz kimi timsah da olar, quş da olar, məməli də olar. Buna görə 14-də cavabımız D olar. İnsanın həzm sistemi ilə bağlı doğru fikri göstərin. Qaraciyərdə yağların həzmində iştirak edən həzm fermentləri hazırlayır. Biz bilirik ki, qaraciyər öd hazırlamış olur və öd lipaza fermentinin aktivliyini artırmış olur. Həmçinin də yağları mexaniki olaraq parçalamış olur. Ona görə A olmaz. Qida mədədə həm kimyəvi, həm də mexaniki təsirə məruz qalar fikri doğrudur. Mədəyə qarışıq vəzi axarı açılır. Xeyr, nazik bağırsağa bilirik ki, mədə-altı qarışıq vəzisi açılır. Mədə vəziləri karbohidratın həzmi, bilirik ki, mədədə ümumiyyətlə karbohidrat həzmə uğramır. Ağız boşluğunda qida yalnız mexaniki, xeyr. Ağızda amilaza var, niziosin var. Yəni bunlar sırf olaraq amilaza bilirik ki, karbohidratları ağızda parçalamış olur. Həmçində dişlərimiz vasitəsilə mexaniki həzmdə getmiş olur. Yalnız fikri doğru deyil. Qapalı qabda 5 bakteriyadan 2 saat ərzində fasiləsiz bərabər müddətli bölünmələr nəticəsində 160 bakteriya əmələ gəlibsə, hər bir bölünmənin müddəti neçə dəqiqə olmuşdur? Biz bilirik ki, 2 saatımız 120 dəqiqədir. Və 120 dəqiqədirsə, belə də tapa bilərik. 5 bakteriyadan 160-a qədər onlar həndəsi silsilə şəklində 10, 10-dan 20 bakteriya, 20-dən 40 bakteriya, 40-dan 80, 80-dən isə 160 bakteriya bərabər olmuş olacaq. Bundan sonra nə edərik? Neçə dənə bölünmə getdi? 1, 2, 3, 4, 5 dənə bölünmə keçirmiş oldu. Və 120 dəqiqəni 5-ə böldükdə nə alarıq? Təbii ki, 24 alarıq. Və yaxud da ki, biz bunu belə edə bilərik. 5 başlanğıc bakteriya varsa, 5-i vurarıq. 2 üstü n-ə, çünki nəsil sayımızı bilmirik. 2 üstü n bərabərdir. Sonda neçə bakteriya əmələ gəlmişdir? 160 bakteriya. 2 üstü n bərabərdir. 160-ı 5-ə böldükdə 32 edər. 32 üstü n bərabərdir 2 üstü 5-ə. Yəni buradan n-imiz bərabərdir 5. Deməli, neçə dəfə bölünmə keçirdibdir? 5 dənə. 5 dənə nəsil alınıbdır. Yaxşı, bu 5 dənə nəslin əmələ gəlməsinə 120 dəqiqə vaxt sərf olunubsa, bu zaman 120-ni bölərik 5-ə, bərabərdir. Cavabımız 24 alınır. Bu şəkildə də yaza bilərik. Keçdik 17-ci suala. İnsan orqanizmində parasimpatik sinirlər ötürülən oyanmalar. Parasimpatik sinirlərlə ötürülən oyanmalar ürək yığılmalarını azaldır. Qan damarlarını, yəni zəiflədir. Üçüncünü götürərik. Sonra qan damarlarını təbii ki, genəldir. Yəni, bura yazıram 3, 2. Sonra bağırsaqların dalğavari hərəkətini gücləndirir. Onlar 4. Göz bəbəyini təbii ki, daraldar. Onlar 1. Yəni, cavabımız olar A variantı. Atın filogenetik sırasında birinci canlının barmaqlarının ümumi sayı 5-ci canlının rudiment barmaqlarının sayının cəmindən neçə ədəd çoxdur? Biz bilirik ki, tülkü boyda olduqda fenokodus mərhələsində onun hər ətrafında 5 barmaq var idi. 4 dənə ətrafını 5-ə vurduqda 20 barmaq edər. Amma 5-cidə isə 1-ci və 5-ci barmaqlar yox olmuşdur. 2-ci və 4-cü barmaqlar isə rudiment vəziyyətdə qalmışdır. Hər ətrafında 2 barmaq olduqda 8 edir. Və sayının cəmindən neçə ədəd çoxdur? 20-dən çıxarıq 8 bərabərdir 12 edər. Yəni cavabımız Y variantı olar. 19-cu suala baxırıq. Deyir ki, insan skeletinə aid verilmiş sxema əsasən uyğunluğu müəyyən edin. Birincidə deyir ki, ətraf sümüyü ilə bilavasitə birləşir. Döş sümüyü ilə bilavasitə birləşir. Təbii ki, buradan uyğun gələr körpücük. Yəni D gedər. Körpücük gedər. Bu nə deməkdir? Bilirik ki, körpücük sümüyü ətraf sümüyü olan kürəklə birləşir. Ön tərəfdən isə gəlir döş sümüyü ilə birləşir. Ona görə 1-ə D getdi. Sonra ikincidə deyir ki, ətraf sümüyü ilə bilavasitə birləşir, onurğa sütunu ilə bilavasitə birləşir. Təbii ki, buradan çanaq sümüyünü götürərəm. Çanaq sümüyü çünki budla birləşir aşağıdan, yuxarıdan isə oma fəqrələri ilə birləşmiş olur. Üçüncüdə deyir, döş sümüyü ilə bilavasitə birləşir, onurğa sütunu ilə bilavasitə birləşir. 3-ə gedəcək qabırğa. Təbii ki, qabırğa bilirsiniz ki, arxadan döş fəqərələrinə birləşir, ön tərəfdən isə döş sümüyünə birləşmiş olacaq. 1D, 2A, 3Y. Yəni cavabımız B variantı olar.
Müəyyən kütlədə darı toxumları və bundan 2 dəfə çox kütləsi olan qarğıdalı. Darını əgər n qədər götürsəm, qarğıdalını 2n qədər götürərik. Cücərməsinə ümumilikdə 15 litr su sərf olunubsa, bilirik ki, darıya 1/4 qədər, öz kütləsinin 1/4 qədər su yəni qəbul etmiş olur. N-i 1/4-ə vurduqda 0,25 n edər. Qarğıdalı isə öz çəkisinin yarısı qədər su udmuş olur, yəni n qədər su udar. N-in üstünə 0,25 n gəldikdə 1,25 n bərabərdir 15-ə. N-imiz bərabərdir 1500-ü bölərəm 125-ə. O da bərabərdir içində 1 dəfə, 2 dəfə. Yəni n-imiz bərabərdir 12-yə. Və bizə deyir ki, qarğıdalı toxumlarının cücərməmiş kütləsi neçə kiloqram olubdur? Əvvəlcə biz dedik ki, qarğıdalının öz çəkisi 2n-dir. Udduğu su n-dir. Əgər udduğu su 12-dirsə, demək ki, öz çəkisi 24-ə bərabər imiş. Cavabımız olar D variantı. Sxemdə bir hüceyrənin meyoz bölünməsinin fazaları verilmişdir. Bu fazalardan ikinci mərhələyə aid olanları seçin. Yəni, meyozun ikincisinə aid olanları seçək. Baxın, birincidə götürməliyik, çünki meyozun birinci profazasına uyğundur. 4-ü götürmərəm, çünki meyozun birinci anafazasına uyğundur. 8-i götürmərəm, çünki birincinin telofazasına uyğundur. Gəlin, 1, 4, 8 olan variantları siləyim. 1, 4, 8, 4. 8 də buradadır. Cavabımız elə buradan D variantı çıxır. Deməli, 2-ni götürərəm. Sonra 3-ü götürərəm. Sonra 5-i götürərik və 7-ni götürərik. 6 təbii ki, nəyə uyğundur? Birincinin metafazasına uyğundur. Artıq metafazal lövhəsi əmələ gətirmişdir. Yəni 21-də D olar. Daltonizm X cinsiyyət xromosomu ilə ilişikli resessiv əlamətdir. Daltonik kişi deyirsə, deməli X-də Y, çünki resessiv bir xəstəlikdir. Kişi normal görən, lakin anası daltonik olan qadınla evlənir. Hal-hazırda qadın normal görür, amma anası onun daltonik olubdur. Anası daltonik olubsa həmin qadının, mütləq ki, anadan bir xəstəlik genini alıbdır. Amma atasından da sağlam geni aldığına görə hal-hazırda qadın daşıyıcıdır. Amma atasından sağlam genini aldığına görə bəli, daşıyıcıdır. Daşıyıcıdır, amma fenotip cəhətdən sağlamdır. İndi həmin ata ilə ananı çarpazlaşdırdıqda baxaq görək evladları necə olacaq. Baxırıq, X böyükdür, X kiçikdir. Yəni alınır sağlam qız. Sonra X kiçikdir, X kiçikdir, xəstə qız. Sonra X böyükdür, Y sağlam oğlan. Sonra X kiçikdir, Y xəstə oğlan alınmış olacaq. Bizə də deyir ki, bu ailədə doğulan, lakin anası daltonik olan qadınla evlənir. Bu ailədə doğulan ilk uşağın daltonik oğlan olması ehtimalı neçə faizdir? Baxırıq ki, burada daltonik oğlan, 2 oğlan var. İkisindən biri sağlam, biri xəstədir. 2-də biri daltonikdir. Həmçinin də ilk uşağın daltonik oğlan olması ehtimalı da qız ola bilər, oğlan ola bilər. Ona görə 2-də 1 ehtimal da budur. Bərabərdir 4-də 1 ehtimal. Yəni o da 25%-ə bərabər olmuş olacaq. Sonra xarici və daxili əlamətləri eyni olan, təbii şəraitdə çarpazlaşmayan müxtəlif növə aid heyvanlar zooparkda bir yerdə saxlandıqda sərbəst çarpazlaşıb döllü nəsil verirsə, bu heyvanların hansı kriteriləri fərqli ola bilər? Görürük ki, xarici və daxili əlamətləri eynidirsə, morfoloji eynidir. Sonra zooparkda bir yerdə saxlanılırsa, sərbəst çarpazlaşıb döllü nəsil verir, fizioloji də eynidir. Ona görə də A variantı gedər, fizioloji C variantı, D variantı, Y variantı, morfolojilər gedər. Təbii ki, təbiətdə onlar nəyə görə görüşə bilmirdilər? Çünki coğrafik kriteriləri müxtəlif idi. Amma zooparkda eyni bir mühitə düşdükdə artıq çarpazlaşıb döllü nəsil verə bilirlər. 24. Qrafikdə müəyyən ekosistemdəki qida zəncirində trofiki səviyyələr üzrə canlıların orqanizminə keçən enerji ötürülmələri təsvir olunmuşdur. Minimal enerji itkisi şəraitində K çıxılsın L ifadəsinin qiymətini hesablayın. Deməli,
Minimal enerji itkisi deyirsə, deməli itki 80% imiş. Biz hesablayacağıq keçidi 20%-lə. Yaxşı, 80 minimiz hər dəfə elə bil ki, 100-dən 20%-ə vuracağıq. 100-dən 20%-ə vurmaq da 5də 1-ə vurmaq deməkdir. Yəni qısacası M enerjisi 80 mindirsə, 80 mini 5-ə böldükdə edəcək 16.000. 16.000-i 5-ə böldükdə olacaq 3200. 3200-ü 5-ə böldükdə 640-a bərabər olar. K, yəni 3200-dən çıxaram 640-ı bərabər edər 2560-a. Cavabımız A variantı olacaq. Yanlış mülahizələri müəyyən edin. DNT molekulunun müəyyən hissəsində ümumi nukleotit sayı 240-dır. Bu hissədə adenin azot əsaslarının sayı 50-dir. Yaxşı, adeninimiz 50-dirsə, biz bilirik ki, timinimiz də 50 olacaq. 50-nin üstünə 50 gəldikdə 100, 240-dan 100-ü çıxdıqda 140. Guaninimiz 70, sitozinimiz də 70-ə bərabər olacaq. Və təbii ki, bilirsiniz ki, hər bir nukleotiddə bir dənə pentoza olmuş olur. O zaman bizə yanlış ifadələri istəyir. Pentozaların sayı 240-dır. Çünki hər bir nukleotiddə pentoza var, bu doğrudur. Sonra deyir ki, guanin azot əsaslarının sayı 70-dir. Tapmışıq, doğrudan da 70-dir. Hidrogen rabitələrinin ümumi sayı 260 olmaz. 240, yəni hidrogen rabitəsi necə tapılır? Nukleotid üstəgəl guanin və ya sitozin. Nukleotidimiz 240-dırsa, üstünə 70 gələndə 310 etməli idi. Amma bizdə nə deyir? 260 deyir. Ona görə 3-ümüz yanlışdır. Ortofosfat turşusu qalıqlarının sayı 480-dir. Hər bir nukleotiddə bir dənə ortofosfat turşusu olur. Ona görə 240 olmalı idi. Bu yanlışdır. Nukleotid cütlərinin sayı 120-dir. Yəni ki, cüt nukleotidlər 120-dir. 120-dir ki, 120 cüt nukleotid varsa elə bu 240 edir deməkdir. Yəni bu da doğrudur. Cavabımız 3-4 C variantı olacaq. Birlikdə sayı 20 ədəd olan xaçlı örümçək və işçi arılarda cəmi 184 ədəd hərəkət orqanı olarsa, xaçlı örümçəkdə cəmi neçə ədəd torz elci olar? Gəlin burada yazaq. Baxırıq ki, birlikdə sayı yəqinib ki, biz hörümçəyi əgər götürərik X və işçi arını götürərik Y. Əgər bunların birlikdə cəmi 20-yə bərabərdirsə, işçi arılarda cəmi 184 ədəd hərəkət orqanı olarsa, xaçlı örümçəkdə bilirsiniz ki, 8 dənə hərəkət orqanı var. 8-i X-ə vuraram, üstünə gələrəm. İşçi arıda 4 dənə qanad, 6 dənə ətraf varsa, ümumilikdə 10 dənə hərəkət orqanı var. Bərabər edər 184-ə. Sonra ya X-i bərabərləşdirək, hər tərəfi 8-ə vuraq. Ya da ki, 10y olduğuna görə X-lə Y-i də 20-ni də hamısını 10-a vuraq, bərabərləşdirək. Gəlin biz X-a bərabər etmiş olaq. Bu zaman necə edərik? X-i 8-ə vurduqda 8X, Y-ə 8-ə vurduqda 8Y, 20-ni 8-ə vurduqda olacaq 160-a. Əgər biz 8X, yəni buradan yazsam daha doğru olardı. 8X plus 8Y bərabərdir 160 edəcək. Ayaqçını olduğu kimi saxlayaq. Yəni X plus Y bərabərdir 20 kimi saxlayaq. Yaxşı, bunları tərəf-tərəfə çıxsaq, olacaq 8X-dən 8X 0, sonra 10Y-dən 8Y çıxdıqda 2Y bərabərdir. 184-dən də 160 çıxdıqda 24 edər. Y-imiz bərabərdir 12-yə. Deməli, işçi arımızın sayı 12 imiş, hörümçəyimizin sayı isə əgər Y-in yerinə 12 qoysam, X bərabər olacaq 8-ə. Yəni, X-imiz 8-ə bərabər olmuş olacaq. Xaçlı örümçəklərdə cəmi neçə ədəd torz ilciyi olar? Bilirik ki, xaçlı örümçəyin bir dənəsində 6 dənə torz ilciyi var. 8 dənəsində isə X bərabərdir 48-dən olacaq. Yəni, cavabımız D variantı olar. 27. Kartof bitkisində ehtiyat halında nişastanın zoğun şəkil dəyişmələrində toplandığını söyləmək olarmı? Əlbəttə ki, olar. Biz bilirik ki, yeraltı stolonların uç hissəsinin ehtiyat qida maddəsi toplanması nəticəsində şişkinləşir və kartof yumruları əmələ gəlmiş olur. Ona görə də cavabımız olar, çünki onun gövdə yumruları yeraltı zoğların uç hissəsinin genişlənməsindən əmələ gəlir. Zülal molekulunda peptid rabitə hansı atomlar arasında əmələ gəlir? Təbii ki, karbon və azot arasında əmələ gəlmiş olacaq. Yəni ki, 1-4 cavabımız B variantı olar. İnsan orqanizmində hansı vəzlərin sayı daha çoxdur? Baxın, qalxana bənzər ətraf vəzi 4 ədəddir. Böyrək üstü vəzlər 2 ədəddir. Ağız suyu vəzləri
ağız suyu vəziləri çoxdur. Qarışıq sekresiya vəziləri də ola bilər, baxır da, yəni toxumluq ola bilər, yumurtalıq ola bilər. Yəni 10 dairəsində bir sayı olacaq ki, yəni çoxun yanında bu azdır. İndi baxaq D ilə A-nı, yəni müqayisə etməyə ki, A mı daha çoxdur, D mi daha çoxdur? Baxın, həzm vəzləri dedikdə bunun içində ağzın divarındakı vəzlər də gedir, mədənin divarındakı vəzlər də gedir, nazik bağırsağında divarında olan vəzlər gedir. Ona görə təbii ki, həzm vəzləri ağız suyu vəzlərindən daha çox olacaq. Sarı belfler və kitayka uyğunsuzluğu müəyyən edin. Normalda siz bilirsiniz ki, sarı belfler anadır, kitayka isə atadır. Sarı belfler şirindir, iridir, cənub sortudur. Kitayka isə şimal sortudur bildiyiniz kimi. Hər ikisi də bilirsiniz ki, cinsdir. İndi cavablara baxaq. Meyvələri kiçik və turşdur, 1 doğrudur. Soyuğa davamlıdır, 2 doğrudur. Alma sortudur, 3 doğrudur. Meyvələri iri və şirindir, 4 doğrudur. Belfler, kitayka sortu alınarkən bu bitkinin tozcuğundan istifadə olunmuşdur. Axı sarı belfler, yəni ki 5 gətirib sarı belfler qoyublar. Amma sarı belfler ana bir bitkidir. Ona görə cavabımız Y variantı olar. Keçirik 31-ci suala. Nöqtələrin yerinə uyğun gələn sözlərin düzgün ardıcıllığını müəyyən edin. Təbii seçmə istiqamətli təkamül amili olub. İlk dəfə erasında meydana çıxmışdır. Təbii ki, arxa erasında meydana çıxmışdır. Bu seçmədə növ üçün lazımi əlamətlər seçilir. Yəni 7. 2, 4, 7 cavabımız olacaq A variantı. Nöqtələrin yerinə uyğun gələn ifadələrin düzgün ardıcıllığını müəyyən edin. Lampa yandıqda itdə ağız suyu ifrazı baş verir. Lakin bu zaman güclü zəng səsi eşidildikdə itdə səmt yarandığı üçün ağız suyu ifrazı kəsilir. Yəni səmtə baxırıq ki, baxaq görək səmt hardadır? Bəli, 3-dədir. 3-ü götürərik. Yarandığı üçün ağız suyu ifrazı kəsilir. Bu tormozlanma təbii ki, şərtsiz tormozlanma, yəni 4-cü cavabımız Y variantı olacaq. Siz bilirsiniz ki, ümumiyyətlə tormozlanma şərti ola bilər, şərtsiz tormozlanma ola bilər. Şərtsiz tormozlanmada kitab yazılmışdı ki, qida qəbul etdiyi yerdə itə kənardan güclü zəng səsi gəlirdi və itdə səmt refleksi formalaşdığına görə ağız suyu ifrazı kəsilirdi. 33-cü. May böcəyinin ağız aparatında qolcuqlar bir avazda birləşir. Bilirsiniz ki, bir cüt alt çənəyə və tək alt dodağa birləşmiş olacaq. Yəni cavabımız 3 və 4 və A variantı olacaq. Cədvələ əsasən düzgün cavabı tapın. Nümayəndələrində hüceyrə divarı olmur. Bu heyvanlardan söhbət gedir. Qaranlıqda avtotrof yolla qidalana bilən nümayəndələr var. Xemosintez edici canlılardır, yəni bakteriyalardan söhbət gedir. Çox hüceyrələr nümayəndələrində bədən mitsellərdən ibarətdir. Yəni göbələklərdən söhbət gedir. Əksər çox hüceyrəli nümayəndələrində xloroplastlar olur, bitkilərdən söhbət gedir. İndi baxırıq ki, gəlin A-dan başlayaq. A nədir? Heyvanlardır. Aləminin xlorofilə malik nümayəndəsi yoxdur. Bizdən düzgün cavabı tələb etmiş olur. Təbii ki, səhvdir. Yaşıl ev qleyina, volvoxu misal göstərə bilərik. Sonra baxağım B. Bakteriyalardan söhbət gedir. Aləminin çox hüceyrəli nümayəndələri vardır. Bilirik ki, bakteriyaların çox hüceyrəli nümayəndələri yoxdur. Sonra Y variantında B aləminin nümayəndələrində nüva olur. Biz bilirik ki, bakteriyalar prokaryotdur. Bu da yanlışdır. C-də göbələklərdən söhbət gedir. D-də C aləminin yalnız çox hüceyrəli nümayəndələri olur. Təbii ki, göbələklərin mukor, maya göbələyi kimi tək hüceyrəli nümayəndələrinə də rast gəlinir. Sonra qaldı geriyə D variantı təbii ki, düz olacaq. Baxaq, D bitkilərdən söhbət getmiş olur. Bitkilər aləminin sporla çoxala bilən nümayəndələri vardır. Bəli, burada mamırlar və qıcıları nəzərə alsaq, bu fikir doğrudur. Orta yaşlı, sağlam insanın böyrək nefronunun quruluşu və onda olan bəzi damarlar sxemdə rəqəmlərlə göstərilmişdir. Hansı damarlarda axan qanda karbon qazı və sidik çöfərinin qatılığı daha çoxdur? Biz bilirik ki, 1 gətirici arteriyadır, 2 çıxarıcı arteriyadır, 3 belə deyək də nefron venasıdır. 4 isə qıvrım kanalcıqların ətrafındakı olan kapilyarlardır. Və bilirik ki, karbon qazı ən çox 3-də olar venada,
Sidik cövhəri isə ilk dəfə hələ gəlib qədəhə bənzər kapsula uğrayan 1 dolar. Deməli cavabımız 3 və 1 Y variantı olar. 36. Əgər diploid xromosom dəsli iki evli bitkinin dişi fərdinin erkək fərdi ilə, yəni dişi fərdinin erkək fərdi ilə tozlanması nəticəsində əmələ gələn toxumun endosperm hüceyrəsində 2 ədəd cinsiyyət xromosomu vardırsa, təbii ki, deməli üçüncüsü Y-dən ibarətdir. 2 ədəd X cinsiyyət xromosomu vardırsa, onda bu bitki. Belə bir nəticəyə gələrik. Təbii ki, 2 ədəd X-i varsa, 1 ədəd Y-i varsa, demək ki, erkəkdən Y spermisi gəlibdir. Və bitkinin mərkəzi hüceyrəsi təbii ki, X olubdur. Çünki buradan da belə nəticə çıxartmaq olar ki, erkək XY heterozigot imiş, amma dişi bitki homozigotuymuş. Yəni XX imiş. Və buradan nəticəyə gəlirik ki, cavabımız D variantı erkək heterogametliyə malik örtülü toxumlu bitkidir. Cədvələ əsasən X plus Y cəmini hesablayın. Günə baxanda 1000 çiçəkdən ibarət səbət çiçək qrupunda. Biz bilirik ki, K0, L5 bitişik, Y5 bitişik, D1 şəklindədir. Əgər 1000 dənə çiçək varsa, yəni dilciş şəkillisində, bu dilciş şəkillisidir, bu da boru şəkillisidir. Hamısında ləçək mütləq olur. Amma dilciş şəkildə erkək 0-dır, dişi 0-dır. Bu zaman 1000-i vurarıq 5-ə, ləçək çünki hamısında var, bərabərdir 5000 dənə ləçək almış olarıq. 5000 dənə ləçəkdə X qədər erkəkçi olarsa və 4 dənə ləçəyə isə burada gördüyünüz kimi 3 dənə erkəkcik düşmüş olur. Və 5000-i 4-ə böldükdə 1250 alarıq. 1250-ni 3-ə vurduqda isə X bərabərdir 3750 dənə nə olubmuş? Erkəkçiyi olubmuş. Normalda 3750 erkəkçiyi biz bilirik ki, boru şəkillilərdə 5 dənə erkəkçi olur. 3750 erkəkçi X boru şəkillidə olarsa, 5 dənə erkəkçi, bir dənə boru şəkillidə olur. Bu zaman 3750-ni 5-ə böldükdə X-imiz bərabərdir 750 alarıq. Deməli, 750 dənə boru şəkilli çiçəyimiz var. Buraya yazaram 750. Hər bir boru şəkilli çiçəkdə bir dənə dişicik olur. Və bir dənə dişiciyimiz 2 ağızcıqlı olur. 2 ağızcıqlı olduğuna görə 750-ni vurarıq 2-yə, 1500-ə bərabər olar. Və bu ikisinin cəmi 2250-yə bərabər olmuş olacaq. Yəni 37-dir. Cavabımız C variantıdır. Orta yaşlı sağlam insan sakit halda müəyyən müddət ərzində tənəffüs etmişdir. Bu müddət ərzində qana keçən oksigenin həcmi ilə atmosferə xaric edilən karbon qazının həcmi arasındakı fərq 600 ml olmuşdur. Yaxşı, ağciyər kapillyarlarına keçən 25 ml-dir. Xaric olan karbon qazı, bu karbon qazıdır. Bu kapillyarlara keçən oksigenin miqdarıdır. Bunların fərqi 5 ml-dir. Normalda dəyişən havamız 500 ml-dir. 500 ml-də fərq 5 ml-ə bərabərdirsə, bəs fərq 600 ml olduqda nə qədər hava qəbul etmiş olacaq? Bu zaman 500-dən 5 ixtisar gedir, burada qalır 100. 100-ü də 600-ə vurduqda 60.000 millilitr edər. Bunu da litrə çevirdikdə 60 litrə bərabər olacaq. Yəni cavabımız A variantıdır. İnsanda antropomorfozlara aid etmək olar. Antropomorfozlara aid etmək olar ayaqdakı tağ şəkilli ətrafı, sonra dik yerimə nəticəsində onurğanın S şəkilli əyrilərə malik olması, yəni onurğada lordoz və kifoz əyriliklərinin əmələ gəlməsi sırf olaraq dik yerimə ilə əlaqədardır ki, bu da antropomorfozlara aid edilir. Düzgün fikri müəyyən edin. 2 qan dövranına malik bütün heyvanların yetkin fərdlərində 2 qan dövranına suda quruda yaşayanlar, sürünənlər, quşlar, məməllər aiddir ki, qan tənəffüs orqanlarından arteriya yox, vena damarları ilə gəlməli idi. Ürək 2 kameraldırmı? Xeyr. Suda quruda yaşayanda, sürünəndə 3-4 ola bilər, quşda 4-dür, məməldə isə 4 ola bilər. Sürünəndə niyə 3 və 4 ola bilər? Çünki orada timsah var, timsahda da 4 kameraldır. Qan ürək boşluğuna vena damarı ilə qayıdır. Bu fikir doğrudur.
Çünki tənəffüs orqanlarında təmizlənmiş qan ürək boşluğuna ağciyər venaları vasitəsilə qayıtmış olacaq.